Cəlilabad rayonunda Qurban Bayramı ilə bağlı şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb. Xəbərlər net bildirir ki, Cəlilabad rayon icra hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Füzuli Cəfərova töhmət verilib. Xatırladaq ki, hadisə Qurban Bayramı günlərində qeydə alınmışdı. Cəlilabad rayon icra hakimiyyəti şəhid ailələrindən birinə çatdırılan Qurban payındakı ətin istehlaka yararsız vəziyyətdə olduğunu təsdiqləmişdi. Faktı oxucu açıqlamasında Füzuli Cəfərov təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı icra başçısı ona töhmət elan edib. Stat: Cəlilabad rayonunda 267 şəhid ailəsi var. Onların hər birinə qurban əti göndərmişəm. Ucqar kənddə yaşayan 2-3 şəhid ailəsinə ağırlaşmış ət verilmişdi. O isə qəssabın səhvindən olmuşdu. İsti havada qəssab ətləri salafan torbalara yığıb ağzını bağlayıb. Ətlər Ucqar kəndə gedib çıxana qədər ağırlaşmışdı. Ətin qurtlaşması məsələsi yalandı, amma ət ağırlaşmışdı. Şəhid ailələri şikayət ediblər. İcra nümayəndəsi mənə məlumat verdi, dərhal ətləri dəyişdim. Buna görə də icra başçısı tərəfindən töhmət almışam deyə o bildirib.